32 Qismət Aliyev, kapitan. 8 İsmail İbrahimli, 7 Rövlan Muradov, 4 Ruan Renato, 25 Enrique Custodio, 9 David Volkov, 10 Georgi Papunaşvili, 5 Anji Mutsinzi, 11 Martin Junior ve 17 Iron Gomis. Start səslənir və beləliklə Zirə Sumqayıt maçı başladı. Bizon Azərbaycan Kuboku 4'te 1 finalın cavab qarşılaşması. İlk cəhd alınmadı ama top onda qalır hələ ki. Ötürmə Gomis'e. Gomis qarşısı boşaltıb zərbə endirmək istəyir. Gomis cərmə meydançası daxil oldu və hakim nə deyir? Hakim deyir ki heç nə. Qapıdan zərbə. Burada sanki ayağa bir baxaq, sanki burada Abdülraşid Mumininin bir ayaqla rəqibin hərəkətdən gəliyən bir təması oldu sanki. Baxaq, bəlkə bu rakursdan daha dəqiq görəcəyik. Bax budur Mumininin, bax bu təması. Yenə az əvvəl haqqında bəhs etdiyi məqam. İtilən top tez geri qayıtdı. İndi Enrique Mumini qarşısında ötürmə gəldi. Cərmə meydançasına yüksəkdən gələn top kimsə toxuna bilmir. Çatdı Papunaşvili. Geri oynuyor Qismət Aliyev. Qismət növbət ötürmə qapı qarşısına. Zərbə və gol! 27. dəqiqənin tamamında David Volkov Zirəni hesabda önə keçirir. Zirə 1-0 öne geçir Kubok'un cavab maçında. Baxaq bir daha. Budur. Toxunuş olmadı burada. Geri Papunaşvili'den ve İsmet Aliyev'in ötürmesinden sonra havada süzen Volkov dəqiq baş dərbəsiyle hesabı açır. Höccət Akverdi gecikti. Qapçıya heç bir şans vermir Volkov bu zərbəyle ve böylece Zirə hesabda öne geçir. 1-0. Enrique'nin olduğu zonaya gönderdi topu. Enrique mübarizəni udur ve indi Martin Junior. Höccət qarşısındadır. Martin Junior ötürmə. Təhlükeli geldi meydan sahipleri ama bu hücumdan bir şey alınmadı. Top meydandan çıxır. Qapıdan zərbə. Baxırıq bir daha. Beskorovayne'yi bak bu epizodda Enrique'nin qarşısını kəsdi. Zirə Sumqayıt maçında ikinci hissə başladı. Heyətlər, Zirənin heyəti. Əvvəlcə burada bir qarşılıq var. Beskorovayne səhvə yol verdi ama hər şey yaxşı qurtardı burada Sumqayıt üçün. Zirədə 11'lik bucurdu. Thiago Silva, Qismət Aliyev, İsmail İbrahimli, Rövlan Muradov, Ruan Renato, Enrique Custodio, David Volkov, Georgi Papunaşvili, Anji Mutsinzi, Martin Junior, Iron Gomis, baş məşqçi Rəşad Sadıxov. Və indi əks hücum şansı var Zirə üçün. Martin Junior mərkəz xətti keçdi ama irəlidə zamanda çoxalma ilə bağlı bir ləngimə var. Iron Gomis sözünü çatdırdı bu zonaya. Gomis Beskorovayne qarşısında. Papunaşvili. Papunaşvili cərmə meydançasındadır. Papunaşvili zərbəsinin qarşısını isə Höccət Akverdi aldı. Topa çatmaq mümkün olmur. Martin Junior, Volkov, Papunaşvili. Daha bir hücum. Martin Junior cərmə meydançası daxil oldu. Martin Junior zərbə dəndirir ama top rəqibə dəyir, istiqamətini dəyişir və küncdən zərbə. Martin Elçin Məsiyev künc nöqtəni göstərdi. Baxırıq bir də episodun təkrarına. Əl bədənə bitişi idi. Yəni bax bu episodda əlini yanına yığmışdı Höccət Akverdi. Artıq əsas vaxt anlayışını rahatlıkla eşedə bilirik. Ötürmə gəldi qapı qarşısına. Qarışıqlıq var ama top qapıdan keçmədi. Az əvvəlki episodun təkrarına baxırıq. Hansı ki Zirə fərqlənməyə çox yaxın oldu. Ruan Renato.
Beskorovayne özü getdi, qarşıda bir boşluq gördü. Beskorovayne qapıya baxır, zərbə endirir, amma Thiago Silva yerindədir. Ötürmə gəldi, qapı qarşısına, qapıcıdan keçdi top. Volkov qarşı salındı, Masaki Murata uzaqlaşdırır. Yəni təyin olunan məsafədə Ceyhun yoxsa Qismət? Fit verildi. Qismət zərbə endirir, dəqiq deyil. Top qapıdan aralı keçir. Baxırıq bir daha. Volkov. Eren. İtirmədi. Volkov'a qarşı kobudluq. Sarı vərəqə. Birbaşa qırmızı vərəqə çıxdı. Ninkovic qırmızı vərəq alır. Baxaq. Açıq ayaqla baldıra. Və Elçin Məsiyev kapitan sarğısı Mehdi Cənnətovun qolunda olduğu üçün müəyyənləşdirilən, hakimlə diyaloqa girən futbolçu olaraq Beskorovayne müəyyənləşdirib onu yanına çağırdı və Konatəyə top saxlayır Zirə. Vaxt gedir, vaxt onların xeyrinə işləyir. İsmail İbrahimli, Ruan Renato. İndi Enrique, Enrique'dən qapı qarşıda zərbə indirilir və gol! 88-ci dəqiqə Ceyhun Nuriyev topu saxlamadan birbaşa qapıya göndərir və hesabı 2-0'a çatdırır. 2-0 və demək olar ki artıq bütün suallara aydınlıq gəldi. Yenə əla ötürmə və saxlamadan Ceyhun'un endirdiyi dəqiq zərbə. Baxırıq. Enrique Custodio gördü komanda yoldaşını, tamamilə nəzarətsiz qalmışdı burada Ceyhun Nuriyev və ötürmədəki dəqiqlik gözəlliyi qədər də Ceyhun eyni gözəlliklə, eyni dəqiqliklə topu qapıya göndərməli hesabı 2-0 edir. Mehdi Cənnətov. Üçüncü qola imkan vermədi. Yankovic. Ninkovic qırmızı vərəq aldı, meydanı tərk etdi. Qeyri-dəqiq götürmə alındı Yankovic'dən. Guima. Üçüncü qolu vurmaq olar mı? Eren cərmə meydançasında. Eren dayandı. Eren bu dəfə qapçı Mehdi Cənnətov üçüncü qola yenə imkan vermir. Eren Aydın fərqləməyə yaxın oldu. Baxırıq. Yaxşı allatdı burada. Höcə Takverdini, amma qapçı da burada məsafənin zamanında daraltdı. Bunu da qeyd edək. Və hesabın dəyişməyinə imkan vermir. Zirə yarım finala vəsiqə qazanmaq üzrədir və qazandı. Penalti səslənir, bitdi bu maç. Zirə Sumqayıtı 2-0 hesabı ilə məğlub edir.